dostlar, necəsiz? Part 2-dən salamlar. Bugün bizim material sınavı imtahanımız var. Yəni görə uşaqlar imtahana necə hazırlaşıb? Buradan başlayaq. Necəsiz uşaqlar? Necə hazırlaşmışsınız imtahana? Sən niyə oğurlara oxşursan? Hə? Oğurlara oxşursan? Papaqla zadla. İmtahanı oğurlayacağım. Nadir, necəsən? Yaxşıdır vəziyyət? Hazırsan? O birisi imtahan necə keçdi fizika? Yaxşıydı. Yaxşıydı. Fizikada mən çıxdım 7-yə, uşaqlardan soruşamadım. İndi onu soruşdum. Amin, как дела? Хорошо. Как физика экзам прошло? Danışamadım. Нормально. Bəs bunu necə hazırlaşmısan? Necə hazırlaşmısan? Как ты готовилась? Хорошо, отлично. Orxan, salam Orxan. Neyinirsən, nə var, nə yok? O oxuyur ya bu uşağı. Necə oxumsan? Altın boyasınız. Yox, məncə motivasiyası daha asandır fizikadan. Necəsiniz Zülfikar? Yaxşıdır. Sizdən soruşmuşdum, non-stop fizika necə yazmışsınız? Bir yerdə çıxmışdıq. Musa, necəsən Musa? Əsas Musa'dan soruşmaq lazım Musa. Çünki 2 gündür zülüm çekiyorum. Oxuyursan, 50 bal gələcək. 50 olmasa da şamsa 42 gəlsin də 42-dən. Ki A alım, hə? A almaq üçün, hə? İnşallah. Musa, bəs fizika necə yazmışdın? Fizika mı sen yazmışam ki? Heç nə qoymadım. Sən əjdahasan da. Sən əjdahasan. İdris bəy, necə keçdi material şünaslıq imtahanına hazırlıq prosesi? Çox çətin, həqiqətən heç bir şey öyrənə bilmədim. Yalansa. Bir dənə 5 öyrənə bilmədim. O 5 həsən dərsini əladır. Hə, iyi şükür. Əslində sağlam material şünaslıq daha rahatdır fizikadan. Sadəcə adam oxumağa həvəsi qalmıyor. Hə, gəlsin 4-cü suala gəlsin. Ay sağ ol, hə. Sual təkrardır. Murad, necə hazırlaşdın? Yaxşı? Niyə lan? Fizika necə yazmışdın? Səndən soruşmuşdun deyəsən. Siz qapaqdadır, 5-ində yazır. Necə oldu? Valla 3 çalışsın. Al versə. Hə, inşallah yaxşı olar. Ayağın uşki, necəsən? Sağ ol. Ayağın olmuşsan ayağın. Ayağın belə daha şirin düşürsən. Ona görə sən belə çəkirəm. Bir tane gözlərimi çəpləşdir. Siz uşaqlar, SS alarsınız. Ayağına falan hesabı açanlar şeydir, ekran profilinə qoyanlar. Ayağın necə keçdi imtahana hazırlıq Məncə prosesi? fizikadan qat-qat rahat idi. Əlbəttə. Qat-qat. Çox rahat idi. Fizikadan da 5 sualı yazmışam. 4 ilə 5 yarım çıxansa 1-2-3 tutandı. İnşallah 26 pluslu mənə lazımdır. Bundan da 5-ini də yazmışsansa 26-dan da yuxarı olar. İnşallah. Hə, bundan da 22 plus. Almaq üçün. Hə. Ay yox, hə, alarsan. Əslində mən uşaqlara onu deyirəm ki, rahatdır. Rahatdır. Prosta ki, vaxtımız qalmır birdən sonra. Hə, ay sağ ol, hə. Vaxt az idi. 2 gün öyrənmişik, 6 bir də bazar. 5-ci gün axşamı saymıram da. İmtahandan çıxandan sonra kim gedib oxuyur ki? Dostlar, yaxşısınız, nə var, nə yox? Necə oxumusunuz? Normalni. Normalni. Zahid. Necəsən? 4 saat boyla gəlmişəm bu ilə. Patlassan, məncə alarsan. Məncə alarsan. Sən bu dərsdən Fikrət müəllimin fav öyrəncisi idin. Nəyə görə xəbərsə ingilis dilinə təşmənə. Yaxşı. Emin, nətərsən Emil? Emil, nə qarşısan Emil? Bunlar nədir belə? Bu arada çəkirəm ki, gələcəkdə lazımdır. Hansı imtahan cavablardır bu? Sansürləyirik buranı. Sənin adın neydi canım? Engineering Graphics and Design. O bunun şeyli imtahansılardı. Bizim bu həftəki, gələn həftəki. Keçənki. Ama onu neyini çəksən? Mənə lazımdır. Neyse onda şeydi, təhlükəsizdir də, keçən ilinkidir. Əziz müəllimlərimiz, keçən ilinkidir. Keçən ilinkidir ya müəllimlər. Məhəmməd Əli, nasılsın? Hazırlaşmışsan? Neçə sual yazarsan? Allah nə qədər nəsib edir. İndi C almaq istəyirsən, B, A, yəni ona uyğun da. B, C. Allah verər, Allah nə versə. Kim qaldı soruşmadığımız? Ənvər. Mən indi başlamışam, elə oxuyum. İndi başlamışsan oxumağa. Məsələn, 51-i keçin bəs deyirsən, hə? 17-dən zaddan gəlsə. Neyse, inşallah, həqiqətən dediyim kimi asandıydı, amma vaxt az idi. Vaxt çox olsa bəlkə öyrənirəm. Neyse, biz indi imtihana hazırlaşırıq. İmtihandan çıxanda sizi bilgiləndirəcəm.
Dostlar, çıxdı imtahandan. Necə yazdın Orxan? Necə keçdi? 25 gözləyirəm. Həqiqi, neçə sual yazdın? 5-ini də yazdın, 3 dən yazdın. 3 dənə tam 4-cündə küləkləmişəm. Fikir etmədim bal kəsildim. Mən deyirəm ki, 22-dən artığında gözüm yoxdur. İnşallah verər. Hə, doğrudan ne inşallah. 22-dən artığında gözüm yoxdur. Keçdi? Ya qəşəng yazmışam şükür Allah. Suallarım asandır. Mən də Emin keçdim. güclü oxumuşdu. Bunu keçdim mən. Mən keçdim şükür Allaha. Evet, Şu evet, 12-ci keşke kəsir şeydi. olmadı. Hə? Hə? Yo 12-ci olmadı Nə məncə. qəşəydi? Məncə. 12-ci olmadı. İnşallah. Məncə heç də kəsilməyəcək. Ben Bu de müəllim məncə müəllim. çekme. Ben de sağlar. Aslında peşinde yazdım ama üçünü düz yazdım. O bir ikisindeki birini yazdım. Wake the morning in the sun. Saç çekelim. Neyse dostlar, da indi gözleri de inşallah. Siyah olsam yoksa. Sen anlatına sonra mən bilirsin mən oraya çıxdım. Ya, ya. Hə, davay davay. İki yani kızlar. Bir də oyna o videoda kim belə. Belə. Ana yaktıdı, balamatına. Neyse dostlar, aslında mən də artıq burada gözüm yoxdur. Siyah alsam bəs, amma siyah almam. Çox sadələv insanlar ya. 31 plus lazımdır da, 31 lazımdır. 40 dan girirəm. Yox, 45 dan girirəm desə. Bəli. Biz yadıma çıxıb amma ya 25-dən yuxarı ya da 30-dan yuxarı. Eləməz işləmir, girişləri unutmuşam. Hə, girişlər yadımızda deyil, yaxşı olacaq. Uşaqları gözləyirik, çıxsınlar görə necə yazıblar. Bəli. Onlar çıxanda onlardan da geçib də intervyu. Ha bir dənə şey var idi. Murad necə yazdın Murad? 4 dənəsi yazmısan? Polna. Neçə gözləyirsən? Yoxsa zərbəçi izah görür. Yoxsa proza 17-ni keçmək. İmtahandan kəsildi. Neçə almışdın? Hə, Eybiyyatcan sağ olsun. Yaxşı. Az dilinlə neçə ilə keçmişdin? Az dilinlə. Neçə? Bu arada bizdə içəri girdi bir nəfər, o bilirsiniz də, pencəkli, qalstuklu adamlar. Amma köçməyə görə yox, sadəcə bizdə partamız üstü yazılıydı, Emil'in partasının üstü. Dedilər ki, Emil yazdı da. Emil dedi ki, yox, mən yazmamışam. Heç nə, uşaq əllə ayaqlı gedirdi. Özdə ki, yəni, heç nə, yəni, məsələn, oxusaq belə adam yəni, belə həyəcanlanır ki, ayda görürsən nə oldu ki, niyə içəri girdilər? Bəlkə sənə tərəf gəldilər. Düz demirəm, Emil? Bəli. Bəli. Orada bəlkə də hamı ürək ağrısına düşdü də, belə əsl. Ay mən vecimə deyildim. Mən düşürdüm ki, sinterinqlədir. 2 saat düşürdüm. Aa, mən də o düşmüşdü. Sinterik impalator metallurji. Hə, 2 saat düşürdüm sinterinqlədir. Ağzıma gələn yazdım. Heç mən olsun da bilmirdim. Bəlkə özümdən kürəkləyərdim olmadı. Mən küləklədim olsun. Sən əcdalasan da. Sən biraz oxusan, keçərsən bütün imtahanları əslində. 12-ci kəsir gəlir. Aa, buna baxın uşaqlar. Dırıdıdı. Dırıdıdı. Bunlara bax. Necə həvəslə baxırlar. Utanmırsın. Orxan. Gülmə qonşuma gəlir başıma. İraq olsun. Bəşir də çıxdı. Amma Bəşir də çıxdı. Bəşir partlatdın, Bəşir. Amerikan boydu da bu. Nə? Neçə dənə sual? 4 dənə, halaldır. Emil, müsahibə ver. İndi elə stres keçirirəm. Dünən gözümün qabağına maşının biri getdi, binanın altına girdi. Bu bir stres. Oo. Ölə bilərdim. İkincisi də ki, gəlib boş yerə durğuzub ciblərimi yoxlatdılar, öldürdüm da yəni. Amma mən özüm orada həyəcanlandım. Mənə qaldı ki sən. Yox, heç eləməmişim, yazmamışım heç. Danışdım ki, bəs şeydir. Kameraya baxıblar, Emil masumdur. Emil saf, Ömər safdır. Baxdılar kameraya. Gəldi bizə, Tamam, problem yox, yoxdur. problem olmaz. Amma bir dənə stres keçirdim. Mən də stres keçirdim. Emil Bey. Heç nə yazmamışım. Yazmamışım. Emil qızarmışdı ne? Ya kim olsa qızarardı? Ələman durduq yerə gəlib Aa, götürsün. Mirəhmə, necə yazdın? Yaxşı yazdın. Neçə gözləyirsən? 25? Hətta, qəşəng. Heç mən 25 gözləmirəm. O, Nadir qardaşımız. Nadir necə keçdi? İşte normaldır. Belə 4 sual yazdım. 4 dənə sual yazdın, yaxşı, xaroşo. Mən də 5 dənə yazdım, amma məncə 3-ü düzdür. 3-ü. Tam yazdım. 4 dənə qəşəng. Sən gördüm, sən doldurmuşdun, qabağımda oturmuşdun. Emil vərəqi elə, o səhifə axtarır yazmağa. Məndə bir dənə səhifə boş qaldı. Yəni 4 səhifə hamısını yazdım. Necəydi uşaqlar? Suallar çox belə az idi. Mən ona nə şey yazırdım. Hə, biz necə? Mən nasıl soruşu yazırdım. Konkret fənd deyə mən də tutma danışıram. Konkret fənd deyə orada şey eləmək çətindir. Məsələn, kimsə deyir kürəkli təsir edir. Definition yazırdım bir dənə. Bir də nümunə verirsən təsvir Example. Aa, birdən çıxdı. Ne oldu, ne başladı?
birdən sonra. Kostyumlu qalsın adamlar benim yuxarıdan çıxıyor. Benim köçümü de Sən tələfon Adamı qorxudurlar gedirlər. Aynen. Telefon səndə. 15 Pro. Mən yehilə çəksin. Səndə neçədir? Mən uzaqdan bu qəşəng. Ay sağ, hə. Eminim məndə bir dənə şəkli var belə, ayağın divara söyküyüb siqaret çəkən yerdə, yeni ildə. Hə, ay sağ, o qəşəyə düşmüşdü. Bizdə. Hə, deyirəm ki, gəlirlər adamın ürəyini qorxu salıb gedirlər. Heç nə eləmirik, prosto gəlib. Aha, mənə baxırdı, qorxdum ya, Allah haqqı. Hatta elə bizim sıraya baxırlar, ona görə. Bu otaqdaydıq biz, 444. Necə hazın, Ənvər? Ben yazmadım, oxumadıqlarmışsın yazmışam, oxuduqlarım heç yazamamışam. 2 dənə yazmısan? İkisini də 2 də elədim balaca, onlar da işlədi. Yaxşı olan inşallah, nə atma. Belə, hə? Hə. İşte sonra insan. Neyse dostlar, yaxşı olan inşallah. O biri videoda görüşürük. O biri vlogun kanalında görüşərik. Bu arada hələ vlog editləməmişəm, amma yəqin ki, siz bu videonu izləyəndə artıq part 1-i izləmiş olacaqsınız. Yəni, orada fizikal cavablarını bilməm, yazmış olacağım ya, yox. Amma inşallah ki, seçərəm. İnşallah. Məncə ki, sizləmə əminəm. İnşallah, hə. Çünki yaxşı yalan. Ama olur. Alış. Bay elə, Emil. Bay. Ay dostlar, vlogu başlatmaq yadımdan çıxıb. Ey. Deməli dostlar, indi biz riyaziyyat imtahandayıq. Saat 2-də başlayacaq, harca yarım saat. Saat 2-də başlayacaq, harca yarım saat var. Heç oxumamışam, həqiqətən heç oxumamışam. Çünki zərbəçiliyim gedib, 2-3 balla fizikadan zərbəçiliyim getdi. Mən fizikadan 22 aldım. 22 bal aldım, 60 neçəsə eləyir. Yaxşıdır, keçdim, amma bir 10 nəfərdə kəsildi bizdən, çox heyif. Ona görə də nə bilim, mən ümumiyyətlə həvəsim olmuyor deyə oxumağa. Yəni zərbəçiliyə görə biraz oxuyurdum ki, hə, bundan alaram zat. Amma zərbəçiliklə gedəndən sonra ümumiyyətlə həvəsim öldü. Dedim, əşi imtahanı keçim bəsimdir. Hə, işte, indi görək də, inşallah ki, bəxtim gətirər. Heç də oxumamağıma rəğmən yadımda qalanlardan nəsə düşər yazaram, asanlardan. Çətinlərdən düşsə olsa mən... 31. Alasan? Hə. Ala bilərsən məncə. Orxan sən? 30 gözlüyürük. Çəkik nə vardı? Murad, neçə gözlüsən? İnşallah gəlsin. O dərəcə. Bunlar əməlli oxuyub. Falan özümü çox pis elədim bunlar yanında. Mən də deyirəm ki, 2 dənə misal yazdım, çıxın gedim. 17 zor, 20 də zad belə. Bizdə çox da wow rəqabətdə yoxdur deyə, adam belə rəqabət hissi də yoxdur da ki, uşaqlar bu qədər oxuyur, mən də oxuyurum. Mən də elə şey yoxdur. Mən özüm üçün. Sonra kim var burada? Nəysə də belə uşaqlar, imtihana hazırlaşırıq. Çıxdım imtihandan. Aldım dostlar, Leyla müəllimə, siz ürəksiz. Buradan Leyla müəllimə çox salamlar göndərirəm və çox sağ ol deyirəm, çox sevindim həqiqətən. Zərbəçiliyə qaçışmışdım 2-3 puanla, ona görə çox pis olmuşdum, amma buradan almağım biraz mənə motivasiya elədi. Gələn imtihanda da inşallah yaxşı yazacağım ki, B minimum, ən pis hissəyə alım, B A inşallah. Çünki ona da yaxşı balla girəm, electrical engineering olacaq. Qızardım, qulaqlarım baxın, qıpqırmızıdır. Belə. Müəllimlərimi çox istəyirəm. Top 3-ə girdiniz müəllimə. Siz ürəksiniz. Top 3 siz demirəm, amma prosto top 3-ə girdiniz. Hə, birinci mən çıxdım, yenə həmişəki kimi. Əslində yox, məndən qabaq Zülfüqar var idi, o tələsirdi, onu göndərdi, getdi. Ondan qabaq da Mustafa deyəsən verdi. Bu dəfə 3-cü idim. Hə, belə. Şey eləyəcəm, gedib bir dənə TikTok videosu çəkəcəm. Deyir ki, ilk dəfə A aldım, bilmədim neyiniyim. Saat neçədir, mən getməliyəm. Dostlar, mən tələsirdim, ona görə çıxdım. Mən əminəm ki, hamı yüksək qiymət alacaqlar. Çünki Leyla müəllimə bizə bu riyaziyyatı çox gözəl sevdirib. Yəni, o qədər həvəslə gedirdim ki, onun dərslərinə heç bir dərs buraxmamışam. İndi gedirəm metroya. Hə, heç nə. Axşam elə bir ki, podruqam Aygünün qardaşının toyudur, onu gedəcəm çəkməyə. Gözəl xanım, xatın qız olub, onu çəkəcəm sizin üçün. Vloga da qoyaram. Heç nə, ona görə indi çıxdım. Ona görə uşaqların fikirlərini soruşamadım, amma mən əminəm ki, kəsrən olmayacaq, hamı keçəcək. Hə, heç nə belə. Sağlam. İmtahanı verdim. Yaxşı verdiyimi düşünürəm. 3 dənə sual oxuyacağım, çünki oxuma həvəsim yox idi. Amma işimə heç vaxt riskə atmıram. Deyirəm ki, ev yox da, elə belə o bir ikisinə də baxın. Hə, nəysə, demək onlar hamısını yazdım.
İki ulduzunu heç oxumamışdım. Sadəcə düsturlarına baxdım ki, düşsə yazım. Allahdan elə bildiyim düstur düşdü. Yazdım onu da, amma heç bir definition yazmadım. Məncə 1 bal falan, yəni buna da düşər. Zərbəçiliyimi itirdiyim üçün, yəni çox da yüksək qiymət almağa da çalışmıram deyə. Yəni 17-ni keçsəm bəsdir. Ona görə çox da mənim üçün problem deyil. Keçdiyini düşünürəm artıq. Elə birinci mən çıxdım, sakitçilikdir, yəni baxan koridorda heç kim yoxdur. Bütün otaqlarda imtahan gedir bu dəqiqə. Dostlar, belə yəni, bugün də belə bitdi. İmtahana da gec gəldim, 5-10 dəqiqə qalmış gəldim, video çəkmədim, gələn kimi oxudum da. Elə bir ki, dünən oxumuşdum, amma elə bir yadımdan çıxmışdı da hamısı. Üzünə baxdım, belə fəsil. Burada biz artıq imtahanlarımızı bitirdik. Bu yeni demək olar heç kim kəsilmədi. Heç kim deyəndə 2-3 nəfər istisna olmaqla, onlar da ki, fizikadan yəni çox təəssüf ki, kəsiliblər. Yoxsa belə qrupumuzun yarısından çoxu yaxşı nəticə göstərdi, heç kəsilmədilər. Mən yapım sərdə belə qoymuram, burada işıq daha yüksəkdir. Hə, dostlar. Heç də, gələn semestr inşallah görüşərik. Bu aralardakı semestrdə bilmirəm, qrup yoldaşlarımızla görüşüb fasi gedərik ya yox. Amma görüşsək də ki, onsuz da vloqunu çəkəcəm. Gələn semestr inşallah görüşərik. Özümə də uğurlar arzu edirəm, sizə də uğurlar arzu edirəm. Ad günüm yaxınlaşır. 24 gün qaldı. Neysə, ad günümü keçirtməyəcəm. Çünki həvəsim yoxdur. Həvəsdən əlavə, keçən il ad günüm o qədər xoş keçmədi ki mənim üçün, yəni mən artıq ad günü keçirmək istəmirəm. Sevdiyim insanlarla baş-başa qeyd etmək daha yaxşıdır. Belə. Bugünkü makyajım necə olub? Saçım pis gündədir. Necə yazırız uşaqlar? Hələ ki bu qədər uşaq çıxır. Ləman da burada. Necə yazır? Ləmanla ikinci sualımız eynimiş. İkimiz də düz yazmışıq. Mən bir ulduzunun, sən demə, düz sualını düz yazmışam, amma definition yoxdur. Siz necə yazmışsınız? Mən Yaxşı, normal. Heç sual. Sağ ol. Məhəmməd Ərsən. bilmirəm, bütün yazdım. İkisi Sizdə sərbəstlik gedib hə hocam? Səndə gedib. arabasıyla hesabını. Ben gələcək. Kimdən? Gabriel. Səndə ləman nə var nə? Ləman nə olub sən? Ləman qırıldı. Soyuqdur. Yavaş yağır indi gördüm. Mən də papaslı tatsız gəlmişəm. Kamera niyə belədir? Üstündən nə yiyorsun? Şimdi bu arada 40 dəqiqə yazıb çıxdım mən. Necə yazdınız dostlar? 4 sual. İdris'ten? Necə yazdın? 5'ini yazdım. 5 dənə. Yalan dedi, nə 5 dedi? İdris yenə mallarını satır. Evet işte sağ olun. Gələn vloglarda görüşərik. Sağ ol eləyin. Mən də sağ ol. Elə. Sağ ol. Videonu bəyənin uşaqlar. Kanalıma abunə olun. Videonu bəyəndinizsə də yorumlarda onu bildirməyi unutmayın. Bu qədər. Mən sizdən sağollaşıram. Instagramımı izləyin ha. Instagramımı qoyuram buraya. Instagramdan məni izləyin. TikTokumu da buraya qoyuram. TikTokdan da izləyin. Öpürəm sizi. Özünüzə yaxşı baxın. Hadi bay bay.